Salam əziz dostlar, sonuncu müsahibəmizlə sizinləyik. Hər zaman olduğu kimi, keçən videolarda olduğu kimi bu videoda da balaca bir mətndən başlayacağam. Bildiyiniz kimi bu günlər çox mühüm və önəmli bir ictimai siyasi hadisə ilə üz-üzəyik. 1403 İran rəis cümhur seçkiləri yaxınlaşır. Bu dəfə Türk kökənli bir Azərbaycanlı olan Məsud Pezeşkiyan adayların ya da kandidlərin arasındadır. Bildiyiniz kimi son illərdə, son 100 ildə əslində mərkəzi hakimiyyət Azərbaycanı siyasi cəhətdən zəiflədib, siyasi gücünü alıb və onun siyasi mərkəziyyətdən çıxardıbdır. Amma bugün rəis cümhurluq adayının Türk olması, Azərbaycanlı olması Azərbaycanı siyasiləşməyə doğru götürməkdədir. Bir tərəfdən də dövlətin baskı və ya fişarlarından dolayı gələcəyə ümidsizlik var və insanlar seçkilərə və ya intixabata qatılıb-qatılmamağa qərar verməkdə çətinlik çəkirlər. Bu vəziyyəti düşünərək Azərbaycan Civic Nation ilə ətək yazıb, ortaq bir proje ilə Azərbaycan məsələlərlə uğraşıb, bu haqda fikirləşən insanları bir araya gətirib fikirlərini öyrənmək istədi. Təbii ki, bu işdən məqsəd insanları səs verməyə ya da rəy verməyə çağırmaq ya da rəy verməməyə çağırmaq deyil. Hədəf nədir? Hədəf odur ki, biz duruma ya da vəziyyətə açıqlıq gətirək, məsələnin müxtəlif yönlərinə işıq tutaq və mübahisəyə imkan yaradaq. Yetər ki, Azərbaycanlılar öz məsələləri haqqında düşünsünlər və mübahisəyə yol açılsın. Bu videoda iki qonağımız olacaq. Əziz Bəhmən Qədəmi və İsmail Rabit. Əzizlər, çox xoş gəlibsiniz. Dəvətimizi qəbul etdiyiniz üçün çox təşəkkür edirəm. Bəhmən bəy, ilk suala sizlə başlayacağım. Sizcə Azərbaycanlılar və Türklər və ya Türklər, Azərbaycan türkləri açısından bu seçkilərin keçmiş seçkilərlə nə fərqi var? Selam Lale xanım, selam Ayrabit və bütün dostlara. Əslində baxsaq, seçkilərin fərqi yoxdur. Seçkilərin hansı durumda baş tutması və sonraki nəticəsi mühüm olur. Mən qısa bir qabaqki seçkilərə nəzər salsam əgər. Baxın, biz bu 14-cü reis cümhur seçkilərdir ki, İranda geçilir. Bu 13 reis cumhurdan ki biz görmüşük, 3 dənə əvvəlcilər biraz fərqli statüsləri vardı. Amma Rəfsəncani, Xatəmi, Əhmədinəcad və Ruhani və sonuncu rəisi. Bunlar mən icazənizlə zis-mühiti baxımdan kiçik bir işarələrlə keçəcəyim. Baxın, Rəfsəncani dövründə sazəndəgi dövrüdür. Sazəndəgi dövrü, yəni bu iki enerjinin məsrəfidir, mənabeyin istemarıdır və hər halda tövsiyə iqtisadi əvvəl sözü deyir. Bu dövrdə cəlibdir, Azərbaycanın şərqi və Azərbaycan məntəqəsi sədsazidə əvvəl rütbəni qazanır. Quyuları ki vururdular Keşavərzidə, tövsiyə bəxşi Keşavərzi, xodkəfai Keşavərzi şairinin dalısıca. Quyuları ki vururlar hədsiz hesabsızdır, mücəvvizsiz qazılan quyulara hətta mücəvvizlər verilir. Ondan sonra Xatəmi dövrü başlanır. Xatəmi dövrünün Rəfsəncani dövrü ilə əsas fərqi budur ki, zis-mühiti baxımdan Xatəmi dövrü muhitsistik qurumlar çıxırlar eşkiyə. Zis-mühiti qurumlar eşkiyə çıxması bu məniyədir ki, benoyi demək olar müşarikəti ictimai şəkl tapır muhitsis bəhsində və nizarəti ictimai form tapır. Bu çox mühüm məsələdir ki, Xatəmi dövrünün müşəxəsələrindən birisi kimin saya bilər. O dövrdə bizim hətta zis-mühiti qurumlarımızın sayı yüzlər NGO-ya çatır ki, səbt olublar və icazə fəaliyyət alıblar. Bəzən beynəlmiləli fəaliyyətə başlayırlar. Hətta ki, bundan nümunələr mən verə bilərəm və cəlib işlər də əncam tapır yerində. Xatəmidən sonra Əhmədinəcad gəlir. Əhmədinəcad dövrü yine təkrar benoyi demək olar muhitsis bəhsi, fəaliyyət ictimai və NGO-yi o davtələbanə fəaliyyətlər mənisini əldən verir. Mücəvvizləri ki var idi qabaqcadan bunlar aradan gedir. Nizarət-i mərdomi fəaliyyət zis-mühiti dövlətə azalır, məhdudlaşır. Və təbii ki, hərəsinin özünün təbaatı var. İstər Rəfsəncani, Xatəmi, Əhmədinəcad hər tək-təkinin. Ruhaninin dövrü bir dənə balaca fərq var. Ruhani 2 dövr rəis cümhur oldu. Əvvəlminci dövr özünün dövlətini dövlət-i muhitsizdə elan elədi.
özünün dövlətini mucizi dövlət elan elədi və lap gözəl nöqtələrindən birisi də o idi ki, əvvəlminci bərnamə idi ki, Ayı Ruhaninin dövləti başladı və qolunu verirdi Dəryaçə Urmiyənin ehyası idi. Ki bunun rastasında da məclis əlbəttə onun təsirində deyil idi. Hər halda etkilənirdi az da olsa. Bunun dövründə Sitad Ehyai Dəryaçə Urmiyə, Karquruh Ehya Nicat Dəryaçə və sonra Sitad Ehyai Dəryaçə Urmiyə formunda fəaliyyətə başladı ki, bu Dəryaçənin məsələsini elmi və akademik səthə yetirməyə və ona rahkar axtarmağa, o mözəldən qurtulmağa çalışırdılar. Ruhaninin ikinci dövründən sonra yavaş-yavaş bu zəiflədi və xas bir gözlənim olmadı. Ondan sonra rəisiyə növbə gələndə rəisi gəldi Tazaşdan muciz bəhslərini Oləviyyətdən düşürdü. Sitad Ehyanı tətil eləməsi bizim məntəqədə lap böyük, bəlkə demək olar, sevilməyən işlərdən, yəni düz olmayan, bəlkə demək olar ki, düz olmayan işlərindən birisi idi ki, Ay rəisi bunu bais oldu. Bizim buracan 13 dənə reis cümhur gördüyümüzün fəaliyyətlərinin kolliyyətdə nəticəsi budur. Yəni bizim durduğumuz mövqeyiyyət, muciz açısından budur. Biz küresel ısınmada bavucud ki, çox böyük dövlət dəyirik, çox nüfusa malik dəyirik. Bəli, dünyada 5 lap çox təsiri olan, mənfi təsiri olan məmləkətlərin birisi bizik. İrandır. Torpaq fərsayişində dünyada rekordlarıq. Ki bunlar hamısının təbaatı uzun müddətdə görünəcəkdir. Yeraltı sulardan və dərin yeraltı suların istehsalında biz iftizah vəzdə ziyadə rəv eləmişik, çox istifadə eləmişik. Ki bunun da nəticəsini bu günlərin furunəşəst ya torpağın oturması halətində görürük və yine orada da standart və meyar ki vardı, onun bəlkə 100 bərabərindən daha çox bizdə torpağın oturması var. İstər Azərbaycan məntəqəsində olsun, istər İsfahan və Fars məntəqələrində olsun, hər halda bu mənatiqdə var. Bəli, bir seri dəlillər, bir seri illətlər bahis olur ki, daha çox Ustan İsfahan bolda olur. Yabanzai bəhsində yine biz dünyanın lap pis vəziyyəti olan məmləkətlərindən birisiyək. O qədər pisdir vəziyyətimiz ki, hətta dünyanın lap böyük Biyabanzai faciəsi adı ilə adlanır bəzən Urmiya Dəryaçəsinin hövzəsində baş verən iş. Yəni dünyanın ən böyük Biyabanzai faciəsi ünvanında gedir bəzən Urmiya Dəryaçəsinin təsiri. Tənəvvü zisti bəhsinə gəlsək, tənəvvü zistidə məmulən şaxis qunələrlə bərrəsi olur və şaxis qunələr o məntəqənin tabaværisini mətrəh edir. Bezafə bu ki, o qunələri ki biz aradan, qunəhay giyahi və canibəri ki biz əldən vermişik. Bu moriddə İranda çox mətrəh olan və çox şaxis halətində gələn Yuz Asiyaydı. Yuz Asiyayı indi verilən amarlar fərqlidir, bəli, hududən 20 dənə ehtimalən qalıbdır. Bunun bənzəri bizim Azərbaycanda başak varımızdır. Farscan siyah quş deyirlər. Bir cür pişikdir və Yuz Asiyaydan sonra 2000-ci böyük qorbəsandır İranda. Ki bizim məntəqəmizdə olan Azərbaycan məntəqəsi bunun zisgah bumisidir və bu da listə qırmızıdadır, aradan gitməkdədir. Mənim təəssüfanə o qədər mətrəh olmur. Bunların hamısının lap böyük məsələsi budur ki, bu dövlətlərin bəzisində, adapardığım bu rəis cümhurların bəzisinin dövlətlərində amayış sərzamin bir miqdar mətrəh olur, bəzisində əslən mətrəh olmur. Ki bunlara da icazə versəz, mən ikinci sualda yine bir miqdar danışım. Sağ olun. İsmail bəy, eyni sualı sizə soruşmaq istəyirəm. Azərbaycanlılar, Azərbaycan türkləri açısından bu dönemki seçkilərin başqa dönemlərdə olan seçkilərlə nə fərqi var sizcə? Mən öncəliklə təşəkkür edirəm ki, məni bu bərnaməyə dəvət eləmişsiniz. Valla benim bu mövzuda 3 dənə bəxşdə danışacağım. Biri ümumi şəkildə mənim şəxsən özümdə yaranan his kötü ve daha kötü arasında bir seçim hakkıdır. Yani bu cür açıklayayım. Geçmişte bu hak aşağı yukarı var idi. Ama bir süredir ki bu
kötü və daha kötü aday konusu yox idi. Yəni elə hamısı demək olardı daha kötü üstündə idilər. Amma indi vardı. Yəni bu çox önəmli bir mövzudur və bu bizə dəngəni tutmaqda yardımcı olan bir şeydir. Dəngəni tutmaq hər zaman önəmlidir. İntihabatın ya be istilah intihabatın dəngəsi pozulmuşdu ki, bu seçimlərdə bir miqdar onu hakimiyyət islah edir. Azərbaycan konusunda Azərbaycanlı və Türk biri olaraq baxışım adayların milliyyəti və dilləri deyil. Onların becərələridir, onların başaracaqlarıdır. Məsələn, əgər Pezeşkiyana rəyimi salsam, fəqət onun baxış açısıdır, onun təvanaylarıdır. Bu milliyyəti ilə mənim baxış açımdan əhəmiyyəti o surətdə yoxdur. Muhit-zist konusunda da yenə də mən coğrafiyaya baxışı düz bir baxış görmürəm. Yəni düzü düşünmürəm ki, çün Ay Pezeşkiyan türkdür və Azərbaycan xüttəsində doğulub, yaşayıb və büyünəcəndə o xüttədə qalan biridir. O rəis cümhur olsa, məsələn, Urmu gölü müşkülə həll olacaq. Yox, mən yenə də özü düşünmürəm. Əsli məsələ bu ki, bizim bu hökumətin yaratdığı sistemdir. Əgər biri çıxsa və bu sistemi içində doğru bir şəkildə və düz yolda yönetim yapa bilsə, məncə o bir başarılar əldə edə biləcəkdir. Bu adayların içində təkcə Pezeşkiyanda bu potansiyeli görürəm. Məsələn, Ay Mehrəlizadənin də adı gedirdi geçmişlərdə. Bəli, xop, məncə Ay Mehrəlizadə türk idi, bəs Ay Mehrəlizadə əgər rəis cümhur olsaydı böyük işlər görəcəkdi bizim Azərbaycana. Böyle bir düşüncəm yoxdur. Bərəks şayet məsələn bir ayrı etnikdən, ayrı milliyyətdən biri gələ. Çünki muhit-zist məsələsi coğrafiya ya bir məhdudiyə xassa bağlı deyil. Biz dünyanı düşünüyoruz. Düşünmemiz lazım. Bunu indi məsələn Pezeşkiyan gəldi Azərbaycana, bəh yetişdi. Xop, o birisi Sistan nə olacaq, İsfahan nə olacaq? Bunlar biləxərə hamısı muhit-zistdir. Mərzi, coğrafiyası yoxdur bu məsələ. Bu qədər. Mən Hər iki qonağımız, həm İsmail bəy, həm Bəhmən bəy, mühit-zist fəalı, hər ikiniz mühit-zist fəalısınız və təbii ki, bir çox hərəkətin də Azərbaycanda banisi, təməlini atan insanlar olubsunuz. Buradan yola çıxaraq mən düşünürəm ki, siz Azərbaycan coğrafiyasını, bizim üstanların ayrı seçkiliklərdən doğan mühit-zist ya da ətraf mühit məsələlərini daha dərindən bilirsiniz. Bir çoxumuzun bilmədiyi müşkülatı siz dərinləməsinə hiss etmiş ola bilərsiniz və bəlkə həll yollarını da daha yaxşı bilirsiniz, dərindən ilgiləndiyiniz üçün. Bütün bunları bilərək, həm Urmu gölünü, Araz çayının məsələn çirklənməsi məsələsi, torpaq belə fərsayişi və ya yeraltı suların Azərbaycanda belə yaxşı istifadə olunmaması, mədənin aparırlar, amma səmmi orada qalır, oradakı həm heyvanlara, həm ətraf mühitdə yaşayan başqa canlılara verdiyi zərər, insana verdiyi zərər, bunların hamısını siz çox yaxşı və dərinləməsinə bilirsiniz. Bütün bunları nəzərdə tutaraq, sizcə Pezeşkiyan bu məsələləri həll edə biləcəkmi və bunlar nəzərdə tutularaq səs verib-verməmə məsələsinə necə baxırsınız? Bu bir türkdür, orada yaşayıb, bəlkə də daha yaxşı fərz eləyirik, daha yaxşı bilir. Bu durumda onun bu məntəqənin adamı olması, ustanın insanı olması önəmlimi? Türk olması önəmlimi? Səs verib-verməmə məsələsinə bu nöqtədə necə baxırsınız?
Bəhmən bəy, sizinlə başlayaq. Çox sağ olun Lalə xanım. Lalə xanım, mən icazə versəz bir dənə kiçik misalla başlayayım bu sualın cavabına. Baxın, bizim İranda bu günlər mətrah olan tərhlərdən ki, şayət qati demək olar heç bir qarşınas mühitçist onu təyid eləmir. Suyun cənubdan şimala çəkilməsidir. Simnan, Mərkəzi, İsfahan üstanlarına və çəkilməsidir. Yəni bunu su şirinlətməsi özü bir məsələdir ki, sual yeri var. Sonra suyun intiqalı cənubdan ora qədər gətirməsi, sərf enerji ki var, ala iqtisadi bəhsləri bəkənar, zismoiti təsirləri ki olacaqdır onun dəryanın özündə, şimal məntəqəsində, məntəqənin o endemik və bumi bumi şəraitini dəyişməsində təsirləri ki olacaqdır. Bunlar hamısı qabili bəhsdirlər. Amma bir dənə bir şey var, mən bayaqlar ərz elədim xidmətçisə. Bizim dövlətlərimiz mütəəssifanə bavucudi ki, 6 dənə 5 illik tövsiyə bərnamələri icra ediblər və bunlarda da Benoi Amayiş Sərzəmin mətrəh imiş və Tababəri ekolojik məntəqələr mətrəh imiş və mütəəssifanə fəqət yazıda qalıblar. Əmələn icrada o qədər bətər təsiratı yoxdur. Çünki əgər təsiratı olsaydı, mütməyindən bizim mühit sistemimizin vəziyyəti bugün bu cür gərək olmayaydı. Bu birisi tərəfdən bir bəhsi ki vardı. Fərz eləyim, mən iki dənə müqayisəyi halətində istəsəm mətrəh eləsəm, İsfahan labisi ilə Azərbaycanı müqayisə eləyək. İsfahanda Zayəndərud quruyur. Zayəndərudun quruması təbiidir, heç kəs söyünmür ona. Mütməyindən bir seri fəlakət və bir seri pis bərnamələr, qələt bərnamələrin nəticəsidir ki, gərək islah ola. Amma heç vəc Urmiya dəryaçəsi ilə qabil müqayisə deyir. O qədər ki, İsfahanın Zayəndərudu mətrəh olur, Urmiya dəryaçəsi mətrəh ola bilmir. Dövləti məhafildə, millət arasında hətta. Ayrı tərəfdən o suyu ki, o həzinəyi ki, sərf elirlər, belfərz gətirib sənaye, Mesiya sənayeyi ki, Xorasanda var, onların təğziyə eləməsinə ya içməli suyun hesabı ayrıdır, onların sənayenin təğziyəsinə və tövsiyə iqtisadi sənəti bəhsinə hədəfi ilə intiqal verməsini düşünürlər. Bu da yine Urmiya dəryaçəsi, ya hətta sizin dediğiniz Araz çayının aludəliği ilə qabil müqayisə deyir. Bunlar bilsə cəryanlardakı mütməyindən iradə-i siyasi ki, bunların dalısında var, təyin konəndədir. O iradə-i siyasi, o labi ki, qudrətmənddir, o məntəqədəndir, mütməyindən eləyə bilir, bunları mətrəh eləsin. Bəli, biz eləyə bilmirik, mətrəh eləyək. Bunun bir ayrı misalını istəsəm vursam, Hurul Əzimin qurumasıdır. Azərbaycana rəbti yox. Hurul Əzimin quruması Çin ilə bağladığımız qərardatların nəticəsidir. Ki, nəfti oradan rahat çıxartmaq üçün sudan çıxartmağa biraz həzinə bərdi, gəlirlər, qurudurlar ki, rahat çıxartsınlar. Bunun nəticəsi torpaq və rizgərtlərin qaynaqlarının çoxalması, yəni Hurul Əzim əmələn bir dənə toz torpağın qalxma mərkəzinin qaynağına dönür İranın içərisinə. Bunu biz difa eləyə bilmirik mütəəssifanə və bu gəlir, hala düzdür, Ay Rabitin dediyi kimi mühitçist bəhsində və heç vəc mərzləri, mühitçist mərz tanımır. Mühitçist insan deyir ki, deyə mən bu torpağın bu tərəfində varam, o tərəfində yoxam. Bu mərzin bu tərəfində varam, o tərəfində təsirim yox. Düzdür, Benoi həmsayaların sədlərinə bağlılar, Benoi həmsayaların boynuna yıxırlar. Amma əsli amil, hətta İran qismətində, səvay, Əraq qismətini bəhs eləmək deyir. İran qismətində olan fəlakət bizim öz içəri məsələmizdir daha çox. Amma mətrəh olmur. Ehtimalən üçün Xuzistan labisi, Ərəb labisi çox bətər güclü deyir mərkəzdə və eləyə bilir rahat onu örtbasdır eləsinlər, fərafikəni eləsinlər, qonşuların boynuna yıxmaqla bir miqdar sükuta vadar eləsinlər. Ya hətta mədənlərin bəhsindəki siz işarə elədiniz. Mədənlərdə baxın, bu çox böyük faciədir. Dünyanın hər yerində olsaydı, bunun qabağında mütməyindən həm mərdumi etirazlar olardı, həm dövlət özü sual altına gidərdi. Azərbaycanda mis mədəninin o süngün düz cəngəllərin qırağındadır. Cəngəllər ki, cüzə mənatıqı çağırqani muhitizisti, tıbqı əsli Pəncə qanun əsası orada bəhrəbərdari iqtisadi qanunən qədəğəndir. Bəli, biz difa eləyənmirik. Və onun da calibliyi də budur. Onun da bəhrəsini yine məntəqənin adamları görmür. O məntəqənin kətlərinə geçsəz, yolları belə yoxdur.
ya qızıl mədənlərimiz bizim siyanorla, hələ bu günlərim siyanorla istixrac olur və o siyanor çaylara gedir. Ruy mədəni Zəncanda olan Ruy mədəni vaqiətdə o məntəqəni şiddətlə aludə eləyib və məntəqədə çox bətər iqtisadi təsiri də yoxdur. Şayət ona görə ki, mis ya qızılın labiləri bizim məntəqədən deyirlər, ehtimalən ona görədir, ya bilmirəm nə dəlillər, vəli biz mətrəh eləyə bilmirik bu fəlakəti ki, bu der vaqiə müsbət qaynaq ki, biz ondan faydalana bilərdik, mənfi bir faktora dönübdür məntəqənin əleyhinə. Əmələn bunu görürük. Orada çaylarda da qavli bəhsdir, torpaqda da qavli bəhsdir, ağaçlarda və canavar heyvanlarda da qavli bəhsdir, xod insanlarda da qavli bəhs. Mən hələ Urmiyəyə bəhs eləmirəm ki, Urmiyə məsələsi kamilən açıqdır. Amma bu ki, mən intixabatda şirkət eləyəcəm, eləməyəcəm. Mən müşəxəs bir faktorlarım var özümə görə və bu faktorların zis-mühiti bölümündə mənə önəmli olan şaxislərdən ki, hansı kandidada var ya yox, mütəəssifanə ta yekşənbə günü iştiba eləməsəm, ayın 3-nə çan kandidalar bəyaniyyə ki, mühitsiz bəhsinin mətrəh eləsinə verməmişdilər. Ayın 3-də Qalibafla Pezeşkiyan ikisi verdilər. Bunun hala ya mühitsiz bəhslərin caygahı rəyinin aşağı olmalıdır, ya nemidanəm, qudrət labilərinin mühitisti, mühiti ist adlandırdıqlarından asılıdır, ya hansı amillərdir, hər halda nəticəsi fəlakətdir. Mühitsiz bəhsi bunlarda çox bətər ciddi bir təbliğatı şair kimi heç birində mətrəhdər. Ay Pezeşkiyanın bizim sabıqəsində fraksiyon ehya dəryaçı Urmiyənin zadı var, məsuliyyət, reisliği vardı məclisdə. Bu sabıqəsində var. Hala biraz göz yumsaq da şayət müsbət ola bilər, düzdür, əməlkərdi, çox qabili difada dəyir o məqtədə. Vəli hər halda biləsinə dəğdəğədir. Ya lağəl danışıqlarında mühitsiz məsələsini də az da olsa mətrəh edir. Əmələn ta ayın 3-nə can dərgir mətrəh eləməsəydi də və bəyaniyyə falan verməsəydi də, əhdafında çox ciddi mətrəh eləməsəydi, ta bu 24 maddəli misaqnaməsini çıxıncaya qədər ki, orada da iki bəndində, birində mühitsizdə, birində də enerjihay nov və enerjihay həstəyi ilə enerjiyə nov bahəm gətirir ki, bu da yine bəhs yeri var, amma mühitsizdən difanı və əsli pəncə qanun əsası ilə mətrəh edir. Mənə mühüm olan şeylər, bunu müxtəsər deyim sizə, NGO-ların fəaliyyətidir, mühitsizin saxtarın islah və təqviyyətidir. Baxın, mənabə-i təbii cəngələ baxır, mühitsizdə onun heyvanına baxır. Əsli Pəncah qanun əsası çox qəşəng bir qanundur, onun icrasını istəyirəm. Dəryaçı Urmiyənin ehyası qətlən çox mühüm məsələdir. Səbai bu ki, hala təsiratı sırf Azərbaycan məqtəyində deyir. Tosaya bir miqdar daha çox məntəqəyiləşməyə sarı getməlidir. Tabii ki, tosaya iqtisadi ki, kollu məmləkətə şamil olsun. Bərnaməhay 5 salə amayiş sərzəmini açısından bərrəsi olmalıdır və bir də bunu nəzərdə tutmalıyıq. Mühitsiz bəhsi, Ay Rabitin dediyi kimi beynəlmiləli bir cərəyandır. Həmsayələrlə qətlən güclü bir tahammülə getməliyik. Çox sağ olun. İsmail bəy, eyni sualı sizə soruşacağım. Yəni hamımızdan daha çox ilgiləndiyiniz, işiniz bu olduğu üçün, yəni ətraf mühit ya da mühit üzist olduğu üçün daha dərinləməsinə problemləri bilirsiniz. Bəlkə həll yollarında bir çoxundan daha yaxşı bilirsiniz. Bu şəraitdə fikir edirsiniz, Pezeşkiyanın məntəqədən olması, Türk olması seçilərsə əgər müsbət bir təsiri olacaqmı? Onun oradan olması və Türk olması önəmlimi? Səs verilməlidir yoxsa yox? Necə dəyərləndirirsiniz? Valla əsaslı olaraq səs vermək hər zaman səs verməməkdən yaxşıdır məncə. Çünki bizim məmləkətdə heç vaxt bu səs verməməyi bir ölçmək bir şeyimiz yoxdur. Yəni bizim üçün partilər, cibhələrimiz yoxdur. Bu səs verməmək ya təhrim eləmək heç vaxt vəzn olanmır o surətdə. Məcənic məsələn bu əxir intixabata 2 dənə intixabat keçdi, çox əşağı bir müşahidə var idi. Bu həddə bir vəznə bir şeyi beslə vəzn eləmək olur.
Mənim nəzərimə hökumət bu seçim prosesinə ehtiyacı var. Çün istəmir çox əyan şəkildə istibdadi bir hökumət tanınsın. Seçim zamanlarında istər istəməz fəza açılmaq zorundadır. Bu fəzalardan da hər zaman e, nadir bu fəzadan yararlanmaq lazım. Yəni məntiqi bir şeydir ki, bu fəzadan biləxərə hər kəs istəklərinə görə yararlansın. Pezeşkiyan təkcə Türk olduğu üçün və bu həqiqəti bir söyləm şəklində dilə gətirdiyi üçün bu keçici nadir fəzada Türklərin mövzusunda daha çox danışmaq olur, səs vermək olur. Yəni o fəza Türklərə şayət o birisi etmişlərə görə daha çox da açılıbdır. در مورد محیط زیست که bizim əsli dərdəmizdir və mənim nəzərimə insanların محیط زیست o zaman düzələcək ki, محیط زیست tamam insanların dərdəğəsi olsun. Nəinki fəaliyyətin محیط زیست. Yəni 85 milyon fəal محیط زیستimiz olsa onda düzələr elə otomatik olaraq. در مورد اینکه پزشکیان eləyə biləcək həll eləsin ya yox. Yəni bu yenə də qeydirik adaylara. Yəni bizim indi intihabımız məhdud bizədir. Yəni özü çox rüyaya baxamırıq mövzuya. 6 nəfər vardı. O 6 nəfərə baxırıq. O 6 nəfərin içində görürük ki, yenə də pezeşkiyan nisbət və o birisilər ehtimalı vardı ki, bir işlər görə, ya hətta çox pis işlər görməyə. Yəni çox pis işlər görməməyi də elə bizə bir dənə dəstəvərdir. Türk olmağı önemlidir ama bu mevzusu yani bizim coğrafyayı olarak bizim haklarımızı ki hiç yani bəzi intixabat danışılmır, kanallarımız olmur. O da Pezeşkiyanın da elə bəhmənlə biz qəblənçi intixabatlarda oturmuşuq, danışmışıq. O da Pezeşkiyan mənə deyibdi ki, siz bəzi intixabat qeyb olursunuz. Və gəlib o istəklərinizi təqib eləmirsiniz. O da pezeşkiyan sözü. Gələsiniz, tutasınız yaxamızdan. Bu əqim bir şeydir bizdə. Bunun da dəlili budur ki, bizdə hizblər, partilər yoxdur. Yəni istəmirlər olsun da. Bu məhsiri hakimiyyət başarır. Biz eləyənmədik, təqib eləyək. Bir də onları da sonra tapmaq olmuyor. İntixabatda tapmaq olur, sonra bir çətin. Pezeşkiyanın tənha bir şeyi ki, məni qorxutdu. Yəni qorxutdu ki, bizə nə naumid elədi. İstəmirdim də heç bəyan eləyəm. Çünki intixabata da yaxındır. Bu günlərimdə axşam Başumalda yaxşı bir istiqbal oldu biləsindən. Çox adam müntəzir idi, görə dolacaq, dolmayacaq, nə cür dolacaq filan. Elə bir yaxşı da olmuşdu. Qəşəng marşlar da çalındı. Bəzi marşlar ki, bəzi məvağı onlardan ötür bir teydə dostlarımız hətta zindana da düşüblər bir ara. Onlar bücü qəşəng çalınırdı da o azad fəzada. Bəli, tənha şey ki, mən əziyyət edir və bir daha əcib paradoks yaraldır. İran şəhərlərin pezeşkiyandan himayət eləmək. Biz bir də məsələn Twitterdə o adamlarla ki davamız var idi. Mən birdən görürəm pezeşkiya təbliğ edib. Əsən şey oluram. Füzumu atır bir ara. Özümü yığışdıranacam bir çərçi. Bu paradoks qoxmalıdır. Əgər ay pezeşkiyan huşməndanə bir şəkildə fəqət rəy almaq üçün bunlarla bir istilah anlaşıb. Ya məsələn bunların bundan himayət eləməyinə çıraq səbz nişan verir. Onda okey ama eğer yok sonra onlar eğer pezeşkiyan reis cumhur ola onlar da gələrə deyərlər biz himayət elədik ver bizim də haqqımızı və əmsal ay Məhəmməd Dərviş gələ olan məsələn muhitsizdə bir karə ki türklərlə müşkülü var məni belə şey eləyib blok eləyib məsələn mən elə çox mülayim bir adamım. Özü tondro bir fəal da deyərəm. Yəni həmişə səy edirəm mülayiməti hiss eləyəm. Dərviş türklərinin müşkülü və tamam müşkülat istəyir yığa Türkiyənin başına, Azərbaycanın başına, Ərağın başına.
bu cür adam gəlsə Moitsisdə bir kar olsa yol, yəqin Azərbaycanın xeyrinə dəyər ki, şərrinə. Bunu bir təmiz şəkildə Ay Pezeşkiyan bilmirəm valla nə cür eləyə biləcəkdir ARTS-in. Bəli, yenə də qeyd edirəm əvvəl sözümə, biləxər bu 6 nəfərdir. Bu 6 nəfərin içində o birisi adaylar. Şəxsən mən öz məsələn Ay Cəlili hala etiqadatı ilə işim yox, tərzi, müdiriyyəti çox şeydir, yəni təsmimgir bir adam deyil. Eləyən bir təsmin tutsun. Özü bir müşkülü vardı. Yəni bu mövzu enerji həstədə o danışıqlarında da elə qəşəng danışır. Onqi raportu, əcəb kəlmələr işlədir. Ondan sonra mən bir 40 dəfə də qulaq asıram, düşünəmirəm. Yəni bundan iş getməz qabağa. Hala usulgərar olsa ya islah tələb olsa, bundan bu şəxsiyyətlə iş getməz qabağa. Zahirən də o ehtimalı vardı ki, doğru doğum olaya olmaya. Ona görə bunlara baxaraq yenə də o kötü aday və daha kötü aday mövzusuna dönürəm və deyirəm ki, yenə də Pezeşkiyan behtərdir, hala Türk olması. Moitsis mövzusunda da hamısı vədə verib. Ay qədəmi də işarə elədi, bəyaniyə. Mən bəyaniyə zat hamısı bu hava bir şeydir. Bəyaniyə verdilər, nə oldu? Bilməm, vaxtım var ya yox, heç baxmadım dəqiqəmə. Çox sağ olun, vaxt sonuna yetirdik. Çox təşəkkür edirəm hər iki qonağımıza. Xüsusilə İsmail bəy çox mühüm bir nöqtəyə işarə elədiniz. Mən son videomuzda həm də bu, ümid eləyirəm elə bu o cümləzi qızıl xətlərlə yazarlar, özəlliklə sitatlarda fəaliyyət eləyənlər ki, mütalibədən vazgeçməmək və verdikləri sözü tutmaq üçün qapılarını Pezeşkiyan əgər çıxarsa, Pezeşkiyanın qapısını salmaq, sözünü tut. Bunun üçün Azərbaycanın bütün kəsimləri, yəni illərdir heç bir şəkildə qatılmayan insanlar bir ümid sarılıblar. Bəlkə bizim Azərbaycanın iqtisadına, mühit zistinə, çökməkdə olan hər şeyinə, yolları, tarixi yerləri, şəhərlərin sağları, iş məsələsi, köç məsələsi, bunlar bir damcı belə olsun, bəlkə dinə deyə sarılıblar bu seçki işinə və ümid eləyirəm sizin o cümlə qızıl xətlə yazılar və heç kəs o mütalibəni unutmaz. Hər iki qonağımıza çox-çox təşəkkür edirəm. Bəhmən bəy, İsmail bəy, dəvətimizi qəbul eləyib gəldiyiniz üçün minnətdaram hər ikinizə. Çox sağ olun.